23 Aprel Ümumdünya Kitab və Müəllif Hüquqları günüdür. Bu barədə qərar 1995-ci il noyabrın 15-də Parisdə UNESCO-nun 28-ci sessiyasında qəbul edilib. Bu əlamətdar gün ölkəmizdə 1997-ci ildən qeyd olunur. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə yaradılan və onun müəllifi olduğu Milli Əqli Mülkiyyət Sistemi Prezidenti İlham Əliyevin qərarları ilə uğurla inkişaf edir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk konstitusiyasında vətəndaşların əqli mülkiyyət hüququ da təsbit edildi. Bu sayədə vahid dövlət siyasətini həyata keçirən Müəllif Hüquqları Agentliyi yaradıldı. Ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv seçildi. Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradıldı. Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsindəki səlahiyyətlər bu agentliyə verildi. Azərbaycan 2005-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müəlliflik hüququna dair müqaviləsinin üzvüdür. Ölkəmizin əqli mülkiyyət sistemi uğurlu fəaliyyəti ilə beynəlxalq əqli mülkiyyət sahəsinə mühüm töhfələr verir. 2022-ci ilin iyunun 20-sində Prezident İlham Əliyevin Özbəkistan rəsmi səfəri çərçivəsində Daşkənddə Əqli Mülkiyyət Agentliyi və Özbəkistanın Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Kitab və Müəllif Hüquqları Günü münasibətilə hər il ölkəmizdə milli, regional və beynəlxalq konferanslar keçirilir. 2016-cı ildən bu tədbirlər qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir mövzusunda təşkil olunur. Erməni saxtakarlıqlarının və plagiatının ifşası qurumun fəaliyyətində prioritet istiqamətdir. Agentlik tərəfindən beynəlxalq konferansların təşkili, müxtəlif dillərdə çap etdiyi çoxsaylı nəşrlər də erməni iddialarını tarixi mənbələrə istinadən rədd edir. Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli, Azərbaycan türk torpaqları olan Zəngəzur həqiqətləri toplusu da hay erməni siyasətinin riyakarlığını tarixi faktlarla yalana çıxarır. Erməni saxtakarlıqlarının ifşasına dair agentlik tərəfindən 2016-cı ildən başlayaraq Don Bəziyər də ifşa edər də seriyasından kitab və broşurlar nəşri davam etdirilir. 2024-cü ildə bu seriyadan hazırlanmış Kamran İmanovun müəllifi olduğu Qərbi Azərbaycan torpaqları qədim və klassik mənbələrdə və DNT analizi adlı yeni kitab Azərbaycan və rus dillərində nəşr olunaraq yayılıb. Agentlik hazırda həm müəlliflik hüququ və əlaqəli hüquqlar, həm də sənaye mülkiyyəti sahələrini əhatə edir. Struktur islahatları çərçivəsində Respublika Elmi-Texniki Kitabxanası Agentliyinin tərkibinə verilib. Nəticədə agentlik və tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasından ibarət ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılıb. Əqli mülkiyyət sahəsində görülən məqsədyönlü işlər ölkəmizin beynəlxalq reytinqlərdə də mövqeyini möhkəmləndirir. 133 ölkəni əhatə edən Qlobal İnnovasiya İndeksi 2024-də biliklərin yaradılması istiqamətində bilik və texnologiyaların yayılması blokunda Azərbaycan üzrə yüksək yerləri əqli mülkiyyətə aid göstəricilər tutub. Ölkəmiz Qlobal İnnovasiya İndeksinin bilik və texnoloji nəticələr indikatorunun patent alt indikatorunda 50-ci yerdə qərarlaşır. Bu, 2023-cü illə müqayisədə 13 pillə irəliləyiş deməkdir və Cənubi Qafqaz regionunda ən yüksək göstəricidir. Azərbaycan faydalı model patentlərinin sayına görə 49-cu yerdə, yaradıcı fəaliyyətin nəticələri, indikatorun əmtəə nişanı alt indikatorunda isə 17 pillə irəliləyərək 49-cu yerdədir. Ölkəmiz patent sifarişləri üzrə yeni ixtira fəallığına görə Cənubi Qafqazda liderdir. Agentlik və onun rəhbəri, Professor Kamran İmanovun əqli mülkiyyət üzrə beynəlxalq ekspert kimi təşkilatın assambleya və komitələrin işində fəal iştirakı, bir mütəxəssis kimi bu sahəyə verdiyi töhfələr Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. O, 2019-2021-ci illərdə təşkilatın ədəbi və bədii əsərlərinin qorunması haqqında Berin Konvensiyasının assambleyasına sədrlik edib. 2023-cü ildə yenidən sədr seçilib. Kamran İmanov 200-ə yaxın ölkənin qoşulduğu Berin Konvensiyasına MDB məkanında seçilən ilk sədrdir. O, həmçinin 2021-2023-cü illərdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müəlliflik hüququna dair müqaviləsi assambleyasının, 2024-cü ilin sentyabrında Moskvada keçirilən Avrasiya Patent Təşkilatının İnzibati Şurasının 45-ci iclasında qurumun sədri seçilib. 2023-cü ildə Avrasiya Patent Təşkilatının Bilinnikov adına ixtiraçılıq və patent işinə töhfəyə görə qızıl medalı və diplomdan layiq görülüb. Mükafatı ölkəmizdə rəsmi səfərdə olan Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvilyev təqdim edib. Firuzə Nadir, Kamil Eldaroğlu, ASTV Xəbər.